Baş sponsor Berk Soyuq Çayları. Xüsusi sponsor QX Mənşət Texnikası. Sponsorlar Bomba Beloçka Tumları, Florentino Flowers, Turkuaz Santexnika Dükkanı, Miray Ev Geyimləri, Permalit Boyaları. Ana bak, bu kız burada işləyir, deyil. Da ana başına dönüm, bəyəni, qızı da bəyəndə. O boyda yol gəlib gedir, ana başına dönüm. Hövsandan hər dəfə gəlib Sədərəyə gedib gəlmək, biz əmanetiyə başa gəlir. 120 bin kilometr o metalik dörd gözün üzə şeyi yazıb, kilometrajı. 10 manat dizel, bu nə deməkdir? Hər dəfə 10 manat dizel, 10 manat dizel. Ana, bəyən ana, nə olar ana? Qız gəlsin, bəyən alaq ona. Ay bala, mən nə deyirəm ki, hə? Mən də istəyirəm sənin xeyri işi görəm də. Əlimdə bir nəvi oynadam. Oynatmırsan axı ana. Oynatmırsan, dana oynatmırsan. Uzadırsan, söhbəti uzadırsan. Qız gəlir, hər dəfə bir problem tapırsan qızda. Qız dana, qızı mən alacam. Sən almırsan ki. Yaxşı görək. Qismətin varsa alacağıq. Qismətin var, qisməti qaçırdırsan ana. Qisməti qaçırdırsan, qisməti uçurdursan. Uçurtma qoy Allahdan. Qəşək gəlindi, Allah aparaq evədən ana. Bir qəşək gəlindi. Mənim xoşuma, şəxsən mənim xoşuma gəlir. Mən alaram onu. Ay bala, mən də bilməliyəm. Bu qız kimin nəslindəndir, hə? Kimlərdəndir, nəçilərdəndir, hə? Bir baxmalıyam görüm, kimdən qohum oluram. Neysə, kimin nəslindəndir? Nəslini almırıq ki, bir dənə qız alırıq da. Ay bala, bilməliyəm ki, kimlə qud oluram da. Ana, araşdırmışam. Sədərəkdə, Miray ev geyimlərdə xalas satır da. İşi bəlli, gücü bəlli. Zəhmətçi qızdır ya ana, zəhmətçi. Ana gəlir. Ana, saçım nətərdir? Gəlir ana. Ana gəlir. Salam, xoş gəlmişsiniz. Salam. Salam, necəsiz? Çox sağ olun, yaxşıyam. Ana, çox qısına bax, ana. 90'ların gəlinləridir, ondandır bax. Necəsiz? Çox sağ olun, yaxşıyam, siz necəsiz? Ana, tanışdır. Salam qızım. Salam xanım, xoş gəlmişsiniz. Sağ ol qızım. Təzə model xalatlarım var. Əlbəttə var. Görün nə qədər təzə modellərimiz gəlib. Hansına maraqlanırsınız? Anamdır. Lap yaxşı. Həm gəlmişik xalatlara baxmağa, həm də şeyə baxacağıq. Yaxşı eləmişsiniz, əcəb eləmişsiniz. Xanım, mən sizə deyim də, maşallah, çox gözəl xanımsınız. Mən sizə elə bir xalat verəcəm ki, o sizi daha da qəşəng göstərsin, daha da gözəl göstərsin. Ver. Görsən ana, onun şirin dilinə bax, saat deyir gözəlsən. Dədəmin demədiyi sözləri bu deyir ana. Necədir, baxın, xoşunuza gəlir. Yox, xoşuma gəlmədi. Əsli gözüm bunu tutub. Hansına baxın. Ana, çox xələtə girmə də, qızla maraqlan, çox xələt. Baxın. Çox gözəldir. Bəlkə bunu geyinin bir baxasız. Ana, Elnur? Bəzi, ana, nətər, xoşuma gəlir. Boy, buxun, vid, fason. Nağdım mən sənə bir dənə söz deyim. 3 dənə uşaq rahat bu dünyaya gətirər. Bədən onu deyir. Pis deyil, amma tələsmə. Qoy xalatı geyinim. Sən də buna bir söhbət elə gör nə deyir. Ay qızım, o xalatı ver. Gedim Razzivalkada geyinim. Giyinin xanım, giyinin, buyurun. Razmer üzü seçdim. Anam deyir. Çox yaxşı. Anamın başının elə olduğuna baxma, mülayim qadındır. Adınızı bilmək olar. Mənim adımım Miray. Xalatın adını demirəm, sizin adınızı deyirəm, bilmək olar. Elə öz adımız da Miray. Xalata da qoymuşsunuz özünüzə də. Hə, öz adımı qoydum elə. Həm də xalatla adaşsınız da, onda siz. Elə sayılır. Olar bir dənə, biraz mən utancağam, olar bir dənə sağlıq. Ay, əlbəttə olar. Utancaq deyir. Utananın oğlu olmur, ha. Utancaq olsam da, yəni, yenə deyirəm, sonra çox tərbiyəsiz olurlar. Mənim də açılışma. Nömrənizi bilmək olar. Kimin? Sizin. Mənim nömrəmi? Ay, yox, şəxsi nömrəmi verə bilmərəm. Ürəyin istəyir, məsələn, bu mağazanın nömrəsini verim də. Yox, öz nömrənizi verəməzsiniz. Fitness çalışdı, deyirəm ki, nömrənizi verə bilərsiniz.
verə bilmərəm, verə bilmərəm. Sən bir ürəyin istəyirsən, mən sənə Miray ev geyimlərinin WhatsApp-da satış qrupu var. Mən sənə ora əlavə eləyim. Və nə mal, təzə mal gəlirsə, hamısından xəbərdar olun da şəkillərini göndərəcəm, qiymətlərini yazacağım üstündə. Bəs orada şey olacaq, məsələn, siz o xələtlər yəni geyinib atasınız, sizin şəklinizlə. Yo. Kimsə çağırırsınız fitnə? Ay, yox. Gəl, anam da gəldi. Elnur, mama qurban, nətərdir? Yaxşı deyənə, bu nətərdir? Ana. Bu nətərdir? Nətər dayına yaraşır. Xanım necədir? Çox üzr istəyirəm xanım, bir dəqiqə gözləyin, anam zəng vurub. Alo. Hə, mama. Yo, mən yığdı, mən ona dedim ki, problem yoxdur da. Ay qızım. Ay qız, bir bax gör bu xalt yaraşır mənə ya yox. Mama, bir dəqiqə gözlə. Ay xanım, görürsünüz, anam zəng vurub da, anamla danışırlar. Bir dəqiqə səbirli ola bilmirsiniz. Çox qırışmır. Gəlirəm də qayıdıram, geri dönüş edəcəm sizə. Mən baxıram ana, bir dənə biletim var. Bu danışqanı gördün? Hə? Bu xalat zat mənə lazım deyil. Açıb gedək. Soyunuram, gedirik vəssalam. Niyə ana, niyə? Nə oldu ya ana? Necə yəni ya? Görmürsən, nə var, anası zəng elədi ya, məni acdan yada saxladı. O bilməli idi ki, burada onun qaynanası durub. İki daşın arasında verdi mənə anasının ayağına. Düzdür ya, ay ana, sən hələ müştərisən, onun qaynanası dörsən, bir şey dörsən də. Elnur, mənim ondan gözüm su içmir. O şullerdir, şuller. Şuller nədir? Hadi şuller də. O mənim duruşumdan bilməli idi ki, burada onun qaynanası durub. Düş qabağıma getdik. Hə, ay ana, bax, sağa görə, bax, əncir ağacı var, əncir ağacı 42 yaşında quruyacaq, sana söz deyirəm. Elnur, düş qabağıma. Xələt mələt satmaya lazım deyil. Nə olub ha kürəkən? Yenə qaşqabağın yerlə gedib. Nə olub, nə məsələdir, nə problemin var? Dünün Lombard Mahirə həll eləsin də. Sən nətəri, qaynana, mən səndən küsməmişəm ha. Mən həyatımdan küsmüşəm. Mən talihimdən küsmüşəm. Bu, belə olmamalıydı, belə oldu. Belə olmamalıydı, belə oldu. Düşüşmədim. Nədir də, səni bu sıxan, səni bax bu problemə salan nədir, abala? Sən qaynana, bax, gəl, Hə. bax, indi, mən sən qızı boşamamışam ki. Yox. Amma içimdən bir boşamaq gəlir. İstəyirəm boşayım, mənim də canım qutarsın, sən də canım qutarsın. Mənim də canım qutarsın, sənin qızının da canım qutarsın. Buyur ağ olsun, abala denən. Həyat sıxır mən, həyat sıxır məni. Mən bu dünyanı var, sıxan mənim, ömür boyu dünya məni sıxdı. Amma bax, dünya da qələt eləyir, sənin xətrinə dəyəndə. Sənin qaynanan Lombard Mahirə ilə belə sənə demir, sənin dalında bu boyda dağ kimi dayanmışam. Mən hələ görmədim, o dağı görmədim mən. Mənim dalımda dayanan dağ görmədim mən. Bilsən qaynana, mən sənin qızını aldım ki, mən ağ günə çıxım, mən görmədiyim günləri görüm də, bunu sən mənə dedin. Bəli, demişəm. Amma mən, bax, dədəmin evində də mənim bir dənə tuşum var idi. Bax, belə turba idi eləcə. Şaraşa tökürdü təpəmə. Güllə kimi, güllə. O su maşınları olur, gəlir, doldurur, gedir ha. Bax, təpəmdən nə su tökülürdü. Bizim tuşumuz elədir. Mən dedim ki, mən tam Lombard Mahirənin gəlib qızını alaram. Mən onun qəşəng tuşunda çimərəm, mən onu görmədim. Nə Lombard Mahirənin, nə tuşunu gördüm, nə onun jaccuzisini gördüm, nə onun muzikallı jaccuzisini gördüm, nə vannasını gördüm, nə masajlı vannasını gördüm. Ancaq mən Lombard Mahirənin boş vozluq sözlərini gördüm, başqa şey görmədim. Ay kürəkən, mən səni elə belə bu turkuaza gətirməmişəm. Gətirmişəm ki, ürəyin nə istəyir alasan. Gedək sənin qaynanan sən üçün remont eləsin də evi, hamamına kimi. Olar. Digər. Girək hələ nə? Hələ barışmamışam səndən. Girək içəri görək nə? Girək içəri görək nə? Gəl içəridə barışatsan. Bax, qaynana, söhbət bilirsən nədir? Hə, kürəkən, nədir? Mən o vaxtı sənin qızını alanda, bilirsən, özümü nətər hiss edirdim. Nətər?
görmüsən o İsveçrədə zadda belə yaşıllıqlar var ha. Hə. Yaşıllıqlar. Görmüsən də onu? Görmüşəm. Elə bilirdim sənin qızını aldım, bax o yaşıllıqlarda olacaq. Amma elə olmadı. Elə bir sənin qızını aldım, düşüb səhralığa. Qurudu, hər şey qurudu. Bu. Və əvvəl nişanlı vaxtı yaxşı idi. Hə. Krantı açmışdın. Evləndi ya. Elə ki, krantı bağladın, sızqa gəlir. Demirəm, amma görün, baxım eləyirsən. Demirəm, eləmir. Eləyirsən, amma sızqa görün, baxım eləyirsən. Kartını at. Sağ bir 100 atım, sağ bir 200 atım, sağ bir 300 atım. 300-dən kürəkən saxlamaq olmaz. Yaxşı kürəkən saxlamaq istəyirsənsə, Hə. bir aya bir 4000-5000'in çıxmalıdır. Bordaqlıq kürəkən istəyirsənsə, belə ki, yedizdir, o kürəkəni kökət də, bir aya bir 10.000'in lazım. Amma mən onları görmürəm. Nədir görmək istədiyin indi kürəkən? İndi nədir? Demirəm, sağ ol, baxırsan, gəlirsən, şeylirsən, sağ ol. Mən o günü baxıram, o bizə düşün buraları tutulub da. Gəlib Zubatiska ilə aşmısan. Sağ ol, mən bir söz demirəm, sağ ol, var ol. Sağ ol. Amma onunla kürəkən saxlaya bilməzsən. Bir kürəkənin ki, tuşu tutuldu, ağzı tutulur, onun qaynana gəlib. Belə atırsa Zubatikanı, o kürəkən qalmaz yerdə, o qaçar. Tutuldu mu? Siz gördüm buradan önce gəlmir də, həlim buradan sızqan bir 3-4 dənə, onu qaynana həmən onun təzəsini alınmalı. Həmən. Valla, indi sənin problemin nədir? Bu duş sağa qurbandır. Hansı duşu istəyirsən seç, Sən qadana. qaynanan mahləsə alsın. Burada xoşladığım çoxdur. Bircə də bu. Yaxşısını Qroqla seçib. xoşuma gəlir bu. Bu, hə, bunu. Yaxşısını seç. Amma mən nədən qorxuram? Bunu alaram, bunun suyu çox gələr. Hə. Mən onun pulunu verənmərəm, bir dənə o mənim biraz qorxuya salır. Sənin qaynanan ölü, var kürəkən. Aylıq sənin cib xərcliyini də artıraram. Nə Sağ ol, problem ki? sağ ol qaynana. Var ol. Sağ ol. Qaynana, sən bu duşu alırsan, mənim evimə gətirib onu taxtırasan, bu mənim başımın üstündən axacaq. Amma onu bil ki, mənim başımın üstündə bu duş olsa da, mənim başımın üstündə həmişə sənsin. Sağ ol. Bax, ona görə səni çox istəyirəm. Sağ ol, qaynana. Bax, sənin bu şirin dilin var, ha. Benim bu çöreği yedik, amma nəsə çatmır. Səncə? Berk. Düppədiz. Qardaş, bizim berkləri ver. Hansını etirsən? Şaftalı, feyxua, mango yoxsa marakua? Mango ilə başlayaq. Mən şaftalı ilə. Səsə var. Yoxdur da mango. Sənin dədən mənim cehizlərimin heç birini bəyənmir. Ta bunların hamısının vaxtı keçib. Ana bax, Quixin belə çaynikı olan yerdə sən nə belə çaynik işlədəsən? Bu Quixin nə gözəl ütüləri var. Köhnədən ayrıla bilirsən ki, təzədən xəbərin olsun. Təzə radiatorla çıxıb, sən bu plitkadan çıxa bilmirsən. Bu Quixin toz soranın nə gözəldir. Heç səsi də çıxmır, ey. Görürsən ana, Quixdə olmayan məişət avadanlığı yoxdur. Dedim elçilər gələnə kimi bu Belçika tumlarını çıtlayaq, başımızı qataq. Tələsmə, qoy elçilər gəlsin, geçsin, sonra açıb çıtlayarıq. Yo. Mən Belçika tumunu gördümsə özümü saxlaya bilmirəm. Elə mən də. Mənə bax, gülü Florentinadan alırıq. Sən onların Instagram səhifələrini görmüsən? Necə maraqlı, gözəl, zövqlü buketlər yığırlar. Gəl bir dənə içəri girək, gözündən bax. Salam xanım. Salam, xoş gəlmisiniz. Çox sağ olun. Biz ad gününə gedirik. Zəhmət olmasa bizə çox özəl bir buket hazırlayardınız. Aha, baş üstə bu dəqiqə. Florentino Gül Salonunda bütün özəl günlər üçün buketlər yığılır. Ad günləri, toylar, nişanlar, xınalar, xəstəxana çıxışları, uşaq otaqlarının bəzədilməsi, necə qeyri-adi kompozisiyalarda görürsən. Bir dənə ona bax, mələk qanadda könlümə uşaq düşdü.
Dur, evdə səni gözləyir. Gedərsən, qoyarsan qapağıma oynayarsan. Heç o yadıma düşmür. Ay, nə gözəldir. Çox sağ olun. Gör nə gözəldir. Gözəl, qəşəng. Çox qəşəng yıldızlar. Alır pulumu verim. Bir gələk. Qaynana, məni nəyə çağırmısan ki, gəl bura, gəl bura. Və mənim əlimdə işim var, gücüm var. Evdə bütün klantların hamısı partlayıbdır. Skoşla olacaqdım yerə çağırdın ki, gəl. Kürəkən, səni elə belə bu turkuaz hamam aksesuarlarına çağırmamışam, Çağırmışam sənə deyim ki, burada olan bütün hamam aksesuarları Avropa və Türkiyədən gəlir. Bəli. Sənin evinə bütün hamam aksesuarlarını bu mağazadan alacağım. Sənin də canın Skoşdan, keyfiyyətsiz mallardan qutarsın. Qatan alıb gəl. Keç. Moydadırlar, duşlar, krantlar, unitazlar, duş kabinkalar, vannalar, nə istəyirsən var. Özdə bütün məhsullar Eca və Krox şirkətinin məhsullarıdır. Mənsiz də gəlsən ünvanı bildin da Kürəkən. Düz Təhsil Nazirliyinin yanıdır. Bütün hamam aksesuarlarını aldım, ünvanıma göndərəcəklər. Sağ ol qaynana. Belə qaynanası olan kürəkənin də duşundan su fıskıra. Yax. Bax səni bax ona görə sədərəyə gətirmişəm ki, görürsən bu xələtlərin hamısı Miray ev geyimlərinin öz tikdiyi xələtlərdir. Tüm günü evdə deyilmirsən ki, mənim evdə eşdə geyməyə xələtim yoxdur. Hə. Bax, seç. Bunlar hamısı pambıqdır. Bəs nə? Buna bax, gör necədir? Burası belə Tiqrovdur. Sən də buna Tiqrovunu xoşlayan. Zövqümü bilirsən də. Hə. Bunların hamısını götürürük. Hə, götür, narahat olma. Qiymətləri münasibdir. Bu xalatları giyinəndə adamın turşu bağlamağı gəlir. Bu yay qazın yanından çəkildi yoxdur. Sən üçün ancaq turşu bağlayacağam. Sən canını yeyir, mən canını yeyir. Hə, balaca orada xiyarlar oldu. Onun turşusundan da bağla. Hamısından bağlayacağım. Ürək hamısından istəyir. Gedək. O nə boyadı sən alıb evi boyamısan? Bəs hansı boyadan istifadə edeyim? Permalit boyaları. Permalitin Termomax seriyası boyaları həm mat, həm ipək mat, xarici fasadlar üçün yarı mat və mat seriyalarında boyaları var. Antibakteriyaldır, silikonludur, tez silinendir, uzun ömürlüdür və ən əsası solmayandır. Sən ustasan, bunları sən bilməlisən. Düzdür. Girək içəri, yoxsa yezdəni gözləyək? Yox bala, gözləyək, yeznə də gəlsin, sonra bir yerdə girərik. Qoy gəlsin. Sən var, satmayan bilirsən nədir? Nədir bala? Bu yezdənin əli ayağı yoxdur. Varmı? Var. Bu gəlsin də gəlsin özünü hücamlıya gəlsin girsin də. Niyə bil gətirməli? Tamam pulunu ödəmişik də biz. Gəlsin girsin də bu. Elə demə də bala, elə demə. İndi nə də olsa yeznədir da. Eləməliyik də və biz eləməliyik da. Bu belimizə yükdür də, nağaraq. Yezdə mi? Hə. Yük də öyle, yezdə belimizdə yük deyil. Yezdə belimizdə protuzyadır. Protuzya. Gəlir. Xaşal qarın gəlir, xaşal qarın gəlir. Bir yezdənin ki, başı ağarır, bığına kraska qoyur,
Bu Yezne ne olacak bana kanı düşürəcək. Demir, dinmətcədir. Bu ya Yeznə, sənin boyuna, buxununa qurban. Xoş gəlmisən. Sağ ol. Nətərsən? Nətərsən? Ana Yezne. Girən içəri. Gəl ay Yeznə, can. Yaxşısan? Sağ ol, hə. Sənin bütün ağrı acın getsin, səni istəməyənlərin ürəyinə. Ay Yeznə. Qaynana elə demə. Oğlumun başına bir iş gələr. Buna bax, bunun bığına koyduğu kraskaya bak. Mənə dediği sözə bax. Mama, məni odlandırır bu Yezne. Yox, da kiri. Nə deyir vur getsin. Nə deyir vur getsin. Ne vur geçsin? Qulaq ardına vur getsin da. Sen de anlattın, temiz danışığını itirmişsən. Gedəcək indi sən hicam eləyəcəklər, hicama. Ondan sonra rahatlaş. Ona dedin ana, saqqızı çıxartsın lan, ağzından saqqızı çıxartsın. Söz danışıram, ağzından saqqızı var. Partlayıram lan bu Yezləri. Ya sakitləş, da saqqızdır, konfet atıb ağzına da nə olur? Parçalandın 15 yerə. Kürəkən. Haccan qaynana. Deyirəm sənin qaynana nə qədər sağdır. Sənin qoymarama bir yerin ağrısı. İndi qalxaşsan hicamaya, gör bir dənə baş ağrın qalırmı? Deyirsinizsə demək elədir, baxarıq. Hə, çıx. Elə bilməsə biraz narazısan. Ha, neden Heç narazı nədən. olacağım? Neden narazı olacağım? Hə, Senin heç için nədən. benim kürekkarım var. Neden narazı olacağım? Bu deyirəm yəni ki, narazısansa de bilir. Heç Yo, yo. nədən naraz deyirək, Çıx qalx gəl. yuxarı. İkinci mərtəbədə çıx. Çıx gəldik də, biz də çıx gəldik də. Həkimdən danışaq görə nə var? Get bala, get. Nə qədər həkimi? Getdik, hicamıya getdik. Nə qədər həkimi? Yəni biz buna baxacağıq. Bala, yaxşıdan yeznət da. Bacın oradadır. Nağayraq. Atamatın da yeznəsi var da, qoz kimi yeznələri var. Bizim qozumuz çəlti yolda, çəlti yol. Vursan sınmır ha. Bizimki el oldu. Nağayraq. Hərənin bir qismatı bala, gəl. Kürəkən, sən mi nətər şaqqıldayırsan? Məni gecişdirmişsiniz hələ. Birazdan hələ yüngülləşəksən, narahat olma. Mənim işim var ya ana. Mən burada nə? Sağlamca. Mən gedib köməkdən malı götürməliyəm. Mal çıxartmalıyam. Mən qalmışam bu malın əlində. Eşdi, yavaş ol. Damat kürəkənini aparır yesun tikidə. 21 gün müalicə elətdirir, gətirir. Amma sən bir dənə manual terapiyaya gətirmirsən bu yeznəni, onu da vurub basıb gözünü deşirsən. Ana, bir dəfəlik, nə istəyirsə bir dəfəlik deyə canımı qutarsın. Qutarmır axı, bu əl çəkmir axı. Bunun burnunun ucunda sızanaq çıxır, mənə zəng edir ki, neynəmək olar? Neynəmək olar nədir? Mənim gömrükdə malım qaldı, mən onu gel həll eləməm. Mən nə yapayım mən burada? Yaxşı da sən git mallarını həll elə. Mən də bir dənə taksi vurum yeznəyə aparım evinə. Biznes taksi olsun özdə. Ya, biznesdə aparacam da, yeznə ben nədə aparacam səni? Ekonomda aparmayacam ha. Narahat olma, biznesdə. Sən biznes yeznəsən, nə biznes yeznəsən. Narahat olma. Ben getdim ana. Get bala, get sağ salamat. Aşağıda da manual terapiyanın pulunu ödə. Yaxşı. Kürəkən şaqqıldanmır, mən şaqqıldayıram. Nətərdir? Yeznə nətərdir? Getdi. Hə? Getdi. Hə, getdi. Elə bil nədənsə narazı idi yəni. Yox, nədən narazı olacaq? Nədən narazı olacaq? Kələ düş, bax gör, çöldə paparazilərdən zaddan heç kim yoxdur.
Sinanə xanım, baxmışam, heç kim yoxdur, düşə bilərsiniz. Sakitçilikdir demək. Çəkdilər. Onsuz da mənlə qalmaqal eləmək istəyənlər çoxdur. Buradan. Eşidirsən? Bərgə görüm. Bu hadisənin axranalarını görsən, gözlərindən bir dənə milçək qaçmır o başdan bu başa. Hələ hadisə mənim qədər məşhur deyil. Yaxşı, biz sağa sola yan görənə bax görə, əlində telefon olan yoxdur. Sinanə xanım, bizdən başqa heç kim yoxdur, keçə bilərik. Eşidirsən? Özüm də acından ölürəm. Mənə bir dənə dönər zakaz elə. Salam aleyküm. Salamünaleyküm. Yorulmayasın. Sağ olun, çox sağ olun, sağ olun. Mənə gül lazımdır. 10 buket gül lazımdır, açılışa özəl. Nə vaxta lazımdır, nə gülləri lazımdır, deyin, heç bir problem yox. Açılış üçün lazımdır. Gecənin ulduzuyam, həmin açılışda. Fanatordum gələcək oram. Nə qədər talpam. Hələsinə bir dənə gül verəcəm, cəmaat da görəcək ki, fanatlar necə olur. Hələsin bir əllə gül gəliblər üstümə. Nəyin açılışı xanım? Yəni ona uyğun, yəni dəsti xəttimizi də ona uyğun. Ximitiskan açılışıdır. Problem yoxdur, ximitiskan açılışını təşkil edərik, problem yox. Zəhmət olmasa qəşəng-qəşəng yığın belə də adıma sanıma layiq, xahiş edirəm. Yəni mən bu boydana sənətçiyəm, mən bu boydana sənətkaram. Yəni mənə yaraşan cürədə yığılmalıdır o güllər. Yəni mən elə-belə adam diqqət... Siz məni tanımadınız? Belə mənimlə prostoy danışırsınız, yəni mən elə-belə tanımadınız məni. Ya bilmədim, kimsiz ki? Şınanay. Tanımadınız? Şinana? Şinana tanıdın sən? O, ben çıkamıyorum. Necə yəni? Mən bu boydana sənətçiyəm. Necə yəni məni tanımaya bilərsiniz? O boydana açılışlarım, mən açılışlarını eləyirəm. Mən o boydana sənətçilərlə bir səhnə bölüşürəm. Elitstar Cəmilə, Rüfət Nasosnu, Meyxanaçı Samirə, Mehdi Masallı, Adilə Peşman qızı. Mənim adım bu boydana sənətçilərin yanında hallanır. Necə yəni siz məni tanımaya bilərsiniz? Xanım, sən nə deyirik? Sən heç belə əsəbləşsən, xanım. Yəni belə hörmətsizlik eləmirlər. Heç mən buradan bir dənə gül də almaram, başa düşdünüz? Məni tanımayan yerdə. Sən YouTube'un var? Nəyin? Nədir onun adı? Bax, nerede girib qulaq asırsan? YouTube'da. YouTube'un var. Ha, nə olub xanım? Gir orada mənim mahnımı yaz, axırıncı mahnımdır. Bir dənə gir gör, nə deyim? Nə olub xanım? Yaz orada adımı. Şınanay, mahnımın adını da yaz ora. Dalımca Medikal Center'a gəl. Yaz, bil mən kiməm. Heç gülümüz də lazım deyil, heç nəviz də lazım deyil. Gəl gedək dönərimizi yiyək. Sən adamı peşman edirlər. Yığsan can, yığ. Bu hazırdır. Bunu göndərəcəksin. Onlardı mı yenə? Həmənkilərdir, düş. Maşını yaxşı saxlamadım. Mən maşını saxlayayım. Ata, mən parkovka eləyərəm. Bir açar mənə. Düşür. Düş aşağı. Düşür, qızın regrovkadan çıxıyor. Düş aşağı. Az. Ver, qızım, mən verərik, yaxşı. Az, düş, dana qapı açarıq. Söndür düş aşağı. Söndür az onu. Az, bunun ürəyi çıxırmış bu hələ getməkdən ötürü. Sən nə yamanıymış da gəbər. Nə olub, qızım? Nə darmaş aldı? Bəli, gəl. Qızım, sən dala gəl. Ay, natura, saat bir o qədər söz başa salqınmıram. Onu başa sal ki, onun 40 yaşı yox. Başın soxur, yeni söhbətə. Ay ata, bir dənə mənə bax. Yaşım keçib, yaşlarım hamısı ərə gedib, mən qaldım evdə. Ha qızım, sən sağ demişəm ki, sən narahat olma da. Mən nə dedim?
bu il səni mən qoymaram ki 2025-də bir dəqiqə tərəfə gir. Mən səni 2025-də əridəcəm. Onu qoyaqıram. Gördün? Amma indi elçilərdir. Biraz sən öz sambalımızı qoruyaq. Bəli, Sambal yaddan çıxmasın. Bizdə bir dəqiqə sambal boşluğu var. bəli. Razısan mı? Razıyam. Bəs mən də deyirəm o sambalı biraz sıxaq da, onu sıxaq biraz. İndi mən nə fikirləşirəm? Hə. İndi bunlar gəlirlər. Hə. Hər gəlir gedir. Bunlar da o demək deyil gələn kimi qızı verək getsin. Hə, ola söylə. Qızı biz tez versən, indi mən indi danışırıq da. Hə. Qızı gəl bana. Otur. Otur. Qızım aralı dur. Sən biraz aralı mı? Ana bana bir söhbət edək. Hə, buna bax, ağzımıza getirik. Hə, Qızı biz Hə. tez versək, hə. biz hörmətsiz olacağıq. Deyirlər, bunlar eli qalmışdı qızın əlində, sıraz verdi. Mən deyirəm ki, nazlı qozdu olaq. Nazı az eləyək, qozdu nə qədər deyərsən olaq da. Nazı çox eləmə də. Deyirəm, bu naz qoz, bu qozla naz eyni getməlidir. Bu nazın nətər az edeyim, qozu nətər çox edeyim. Biraz naz qoz eləyəm. Mən də nə fikirləşmişəm? Hə. Elçilərə deyəm ki, bəs hələ biz fikirləşirik. Nə fikirləşirik? Aha. Deyəcəm ki, bəs bir dənə prokuror var. Onun oğlu elə bir ki, bizim qızdan xoş gəl, ola bilsin ki, mən qızı verdim bu prokurorun oğluna. Nə baxıyıq? Prokurorun oğlu gəlir indi elçiliyə. Gəlirsə bunları rədd eləyim da. Mən gəlmir, mən elə danışıram mən. Ay ata, nəxt elçilərin var da, niyə inirəm prokurorun oğlunu ye? Gəlin gedək də. Gidişər, bizdə pərdə qalmayıb, karniz qalmayıb, söküb qoymuşsunuz yeri. Söküb qoymuşsunuz yeri. Salamlar. Otur. Hoş gəlmişsiniz. Gəl otur, kişi, gəl otur. Gəl otur. elə. Nətərsiz bacı? Sağ olun. Siz nətərsiniz? Yaxşı oldu. Yaxşı olasınız. Yaxşıyıq. Biz də. Qonaqlara tum vermirsən? Öyle stolun üstüne koymuştum. Açıq çıxdı. Bekarçılıq olur diye. Yaxşı tumlar. Çox da. Əla dadlıdır. Yaxşı olasınız, yaxşı olasınız. Olar mı ki, bundan yerinizdə dəyişəsiniz? Oturur başda, biz də elçili söhbət edirik. Elə biləm o sırlar dünyasındakı kişidir, gəlib oturub burada. Şirin çaylarımız da gəldi. Ne varsan kızım. Hele tanıdırıq. Hele salam melek eləyirik. Elə bil ki, bu biraz o gün ağıl dişi biraz şeydir, çəkdidir, gecə yatmayayım. İndi gecə ilə gündüzü səhv salıb, elə bir səhərdə sizə şirin çay gətirin. Elə inanırsınız işdəydim. Belə arvad dedi ki, bəs beri ver, elçilər gəlibdi. Tez elə iş zadı tapşırdım, elədim, mindim maşına, qoydum üstə ki, gəlim də qapımıza elçilər gəlib. Yolda zəng edelim ki, hələ oradadılar mı filan beşmişən, kimdilər elçilər? Dedilər ki, elə köhnə elçilərdir. Ondan sonra da elə yavaş-yavaş da mən də gəldim, elə tez. Çox da şey eləmədim, uzaqdan gəldim özdə biraz. Yenə də xoş gəlmişsiniz. Ata tələsirsənsə şirin çayımı için, Allah da məni xoşbəxt eləsin. Maqsud müəllim, Bəli, bəli. atalarımız gözəl bir deyim deyib, deyir, qız evi, naz evi. Bəli, Düz də deyiblər. bəli. Gözəl, göyçək, ağıllı, kukla kimi qız böyütmüsüz, naz eləməyə də haqqımız çatır. Sağ olun, çox sağ olun, çox sağ olun. Amma onu da deyim ki, bizim də oğlumuz az aşın duzu deyil. Yaraşıqlı, qabiliyyətli bir oğlandır. Elə deyirəm ki, rast ki biz bu elçiliyə gəlmişik, bir hədiyəsiz sevinə-sevinə gedək evimizə. Ata, ay ata, bir dəqiqə gözlə, hər deyən yerdə sənin şəklimi çəkəcəm. Ay kızım, ay kızım, ay kızım. Deyirəm, yoldaşım çox
ağır taxtalı kişidir. Elə qızım da ona oxşuyur, bir balaca. Elə bizə də belə qız lazımdır. Ağır təbiətli olsun. Ona görə gəlmişik qapınıza. Gəl tələsmə qızım, hələ bir danışaq, bir götür qoy edək. Bəli. Qız veririk, bu ailə qurulur, təməl. Bəli. Biz bugün təməl qoymadaq, təməli tökürük. Bəli. Əgər o təməldə mən sementəmsə, mənim yoldaşım qumdursa, sən susansa, bacı beton qarışdıran maşındırsa, bəy də lapatqadır. Tamamilə doğrudur. Əgər bəyin xətrinə dəysə, almatır da ola bilər. Yox, lapatka yaxşı. Lapatka yaxşı. Yəni o təməli möhkəm tökülməli külə. Bilirsizmi? İndi mənim qızım da, bu da bir ailə qurmalıdır. Həmişə Novruzda qoğal pişirən kimi dişləyirdi, qoyurdu yastığın altına. Həmişə. Deyirdi ki, anasına deyirdi, mən də eşidirdim. Deyirdi ki, ana, görən bu gecə yuxuma ağatlı oğlan girəcəkmi? İndi ağat olmasa da elə ağ başlı bir şey gəlir. Xoş gəlmişsiniz bir daha. Sağ olun. Sağ olun, həmişə siz gələsiniz. İndi bax, bununla neçə dəfədir bizim qapımıza gəldiniz? Üçüncü dəfədir. Üçdür. Bəli. Birinci dəfə gəldiniz, o şey söhbəti. Rasiya söhbəti. Rasiya söhbəti ki, qızı alıb gedəcəksən, mən ona razı deyiləm. İkinci söhbətimiz, narazılığımız nədən oldu? Ev. Ev söhbəti ki, bunun evi yoxdur. Bəli. İndi onu bir dənə soruşayım, sonra keçərik başqa söhbətlərə. Evi var mı? Ev götürdük. Həll elədik. Həll elədi ev məsələsi. Nə gözəl. Gözəl. Əslən, ev yuvadır. Bəli. Yuva mütləq. Vacib. Bəli. Hansı tərəfdə aldınız evi? Dübəndinin girəcəyi. Hə. Yəni, dübəndinin girəcəyi deyəndə ki, dübəndir də. Yox, şəhərə yaxın tərəfdə. Şəhər tərəfdən girəcək. O tərəfdən girəcək deyil ki. Yox, şəhər tərəfdə. Çünki ora gedir o dükkanlar, o tərəflərə, o bilsən nətərdir, onun zıppıltısı var. Onun taşı bunlar, indi deyək ki, bunlar razılaşdıq, ailə həyatı qurduq, indi uşaq olacaqmı, olmayacaqmı, başdan o görsənmir. Amma tutaq ki, olsa, sən zülümdəsən. Buradan basa-basa getdi bəndiyə, uşağın dişi çıxdı, gəl. Neçə kvadratdır? Deməli, 35 kvadratlı 35 illik ipoteka ilə götürdük biz onu. Çox rahat. Bir otaqdır, bir də kuxna. Əla. Çox qəşəng. Maksud qardaş, hələ pəncərədən baxanda dəniz görsənli. Bilirsən nə gözəldir. 35 kvadratdır. Ayağını atsan dənizə girəsən də. Bu balada bir şeydir. Yaxşı, yenə eybi yox. Evdir yenə. Bəli, əsas odur. Başının üstündə damı var. Bəli, damı, yuvadır, elə konkret yuvadır. 35 kvadratlı yuvadır. Yuvadır. İndi bir şey soruşum. Bəs yaxşı, oğlan nə işlə məşğuldur Ağsaqqal orada, yəni şey? Sən udqunur Abdullah. Sana çox udqunur, bunun işi yoxdur. Udqunur. Ağzı nəyimə, məni də səbləşdirmə. Maqsud qardaş, əgər açıq danışmaq istəyirsənsə danışaq. Məncə də danışaq, açıq danışaq. Qardaş, istəyirsən biz otaqdan çıxaq. Yox, o mənada demədim. Yəni, Maqsud müəllim məndən söz soruşdu. Mən də açıq. Hər şeyin nətər var elə. Nətər var elə. Sözünə görə təməl. Yəni, bir işin yəsidir, qarra qəpikdə qazanmış. Yəni, yeznəmiz işləmir. İşi yoxdur. O, toy eləyəndən sonra söz verdilər ki, iş olacaq. Kim söz verdi? Yaxın qohumlar. Nə iş olacaq? Görək buna münasib, buna uyğun bir iş tapacağıq. Ay ata, şirin çayımı için iş tapacaq da, işin ya həmişə problem edirsən ki. Sən bir dənə də, bu nə iş tapaya, bunun aldığı gülə bax. Bu aldığı gülə bax, bunun gülü nədir? Bir dənə şey sağlayayım. Gəl belə eləyək. Mən görürəm bu belə getməyək. Nəsə açıq deyil.
Gəl, rahat danışaq. Bayaqdan deyirəm, içilər gəlib sıxılır. Simirkadan da çıtlamaq istəyirəm. Çıtlaya-çıtlaya da rahat danışaq da işimizi bilir. Artıq deyim sana, mənim qızı sahib etmək fikrim yoxdur. Bunun çünki bu işi yox, gücü yox. Bunu sabah mən saxlayacağım. Elə dur. Sabah deyəsənmi ki, bunlara bir bazarlıq elə? Hə, Deyəsənmi? deyəcəm. Görürsən, halaldır, xoşum gəlir. Sən belə sözü diri adamsan, sən sözü diri adam. Ona görə də nə vaxt işi olar, gücü olar, onda qızı mən verərəm. Qız buradadır. Qız buradadır. Prosto iş yox, gücü yox, xahiş edirəm. Biz gedək. Ay Maksud qardaş, gəl daşı tökətəyindən. İndi biraz özümüzü sıxışdırsan, elə baxarsan ikisinə də. Nə olar? Mən Ya bir baxayım, ya ha? iki. Hə, nə olar? Mən baxacağım. Qatarsan onda qızıma baxarsan. Hə, bunları yola sal, elə buradan qapıdan təyyarətirsin. Yola sal geçsin. Ay işte. Nə vacib indi işin yerinizdən iki daşın arasında. Mən də olsam verim. Yaxşısın. Dur da, nə oturmuşsun? Sağ ol. Sağ olun. Sağ olun. Gəl, keç. Keç day. Ay ata, mən öz çörəyi yeyə bilməyəcəm. Ana, Az. Sənin ərin çörək qazanır, onunla çörəyini yeyəsən. Hadi git qonaqları yola salat. Git. Allah lütfü var, onu tapış götürürsən. Mən də bir dənə, sən bir dənə. Heç tapış götürəm mən. Cəmatın arvadları var, 5 dənə qızı var, 5'ini də verir, bir dənə qızı da sən. Baş sponsor Berk Soyuq çayları. Xüsusi sponsor QX Mənşət Texnikası. Sponsorlar Bomba Beloçka tumları. Florentino Flowers. Turkuaz Santexnika dükkanı. Miray ev geyimləri. Termolit boyaları.